Alo. Axşamın xeyir olsun. Hər vaxtın xeyir. Canlıdayıq Zaur. Eşidirsən, sən canlı deyirsən, mənim də verilişimdə afətlə düzünə. Hə, Vəfa sənə iPhone 17-ni haçan alıb? Onu de görüm hələ bəhər başdan. Mənə bir Vəfa 17 almayıb. Aha. 2 mən Özün efirdə dedin ki, özün mənə dedin. Mən də burada deyirəm, ən cındır aparıcı kimdir ay dostlar? Hamı yazır Zaur. Hansı Zaur ay dostlar? Sən efirdə demirsən ki, mən demirəm ha Zaur. Mən deyirəm ən cındır aparıcı kimdir? Yazırlar Zaur, Zaur, Zaur. Allah'ın olsun gir bax. Çox yer onu yazan. İndi qulaq as, ayrı şey deyirəm, ayrı şey deyirəm. Efirdə sən demirsən ki, güya mən səni Floranın yanına göndərmişəm. Niyə yalan deyirsən? Sən özün dedin ki, bu işi mən həll etdim. Dedim hə, 10 min uduzmuşam. Kimin yanına? Sən efirdə nə demirsən? Bilmədən, bildin. Yox, efirdə nə indi mənə Mamet dedi. Mən eşidirsən məni? Mən sənin o oyun oynadığın adamlar deyiləm. Mən heç kimlə oyun zad oynamıram. Açıq-aşkar danış mənlə. Verilişə bax, sonra danış da. Bax yenə həmən kisər. Qulaq as, qulaq as. Yox, efirdə pričom afət Flora. Yox, qulaq as. Efirdə pričom afət Flora. Zaur. Flora Kərimovan yox. Heç kimin yanına göndərməmsən, göndərmərsən. İndi qulaq as, ayrı söz deyirəm. Onda bir dənə sual verirəm. Bircə dənə sual verirəm. Efirdə afət pričom, Flora pričomu məsələ bağlandı, getdi. 1 manat da vermədim. Verməyəcəm də. Hə. Bir də ayda nəyi verməyəsən? Bax 10 min manat uduzmuşdum, 1 manat da vermədim, verməyəcəm də. Ay, vermədən mənim Flora Kərimova. Onu efirdə mən udmamışam Flora. Elə demirəm. Bir dənə sual verirəm, izləyicilər qulaq asır. Bir dənə sual verirəm. Bu da mənim verilişimdir də. Yığarsan məni danışırsan. Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Eşidirsən məni? Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Çəkmə qətiyyən, qadağa qoyuram. Всё. Sizin o cındır efirləriniz mənə lazım deyil. Ged o Vəfa, o da sən. Davay. İndən belə. Davay. Nətər oldu, gördünüz? Mən yoxam efirdə, sən mənim adımı xeyr ola hallandırırsan. Kimdə sənin verilişindəsə sədərəkdə bəzənib binədə çıxaram. Sizin verilişinizə tüpürüm hə mən. Kim sizə siz? 2 arvad ona vurur. Şəbnəməm mən sənə. Kimsə hələ sabahlar çəkəcəm videonu. Ateldi. Burada olmaz qışqırıb danışmaq. Kimsən sən? Və sən verilişin reyting yığacaq deyə ona buna. Vəfa buna qayıdıb deyirmiş ki, Zaur o söhbəti sən də sən niyə demirsən ki, bilmirəm? Sən nə söhbət bilirsən ki, başa düşmürəm. Hansı söhbət bilirsən? Şou biznesdə ən əxlaqlı müğənnilərdən biri mənəm. Bir doğmamışam, namusla, qeyrətlə ərə getmişəm. Bu mənim başımın qaxıncıdır. Cındırlar. Cındırlar deyirəm ha sizə. Cındır verilişiniz reyting yığacaq deyə. Çağırırsan ora cırımındırı. Get bax gör, dədə evində bədənini dədəsi yaşda kişiyə satan adam ora çıxardıb xanım eləyirsən. Ad çəkmirəm kimi deyirəm. Efirə çıxmamalıdır olar. O çıxan efirə də mən çıxmıram o tipli. Dədə evində qız. Bədənini pula satan əxlaqsız fahişəni efirə çıxardıb ailə dəyərlərindən sual verirsən. Mən sənin efirinə çıxaram. iPhone 17'ye satdın hə sən. Sən özün mənə dedin ki, iPhone 17 alıb mənə. Birini də Şəbnəm göndərib dedin. Şəbnəmə də buradan deyirəm, utan öl yerə gir. O iPhone 17'ni Qazinin oğluna al göndər. Qaziyə al göndər. Qoy hələ Şəbnəmi yığım. Niyə göndərsən az Qaziyə? Şeyə Zaura iPhone-u. Yağlı nəyə quyruq bağlayırsan sən? Niyə? Kim daha bunlar? Nəylərindən qorxursunuz siz bunların? Kim deyə bunlar? Gəlib orada hələ onlarla ayrı söhbət eləyəcəm. Mənim prosto toylardan pul qazanmaqdan vaxtım yoxdur. Moskvada 5-ci ev almışam. İndi qaylikim gəlir yolda. Nə də sənin verilişinə də tüpürüm, sənin proqramına tüpürüm, nə də? Şəbnəm təzə bu da həftəyə bir nömrə dəyişir. Qoy görüm niyə verib, hansı qırıqı var, niyə? Mən niyə vermirəm 1 manat pul bunlara? Hələ pul istəyirəm. Şəbnəm. Baxır bəlkə də mənə. Bir xət düşdü. Bunun neçə nömrəsi var, qoy görüm məndə. Nə sonra eləyəcəm? Hansı aparıcının arvadı göyçəkdir? Yazın görün. Bezdüm ha? Uşağım əllərindən çıxıb gedib xaricə. Ki mama, o cəmiyyətdə yaşama. Vətənimizi istəyən adamıq, dövlətimizi, dövlət başçımızı sevən adamlarıq. Bir cəmiyyətdir ki, adam baxırsan deyirsən, mən bunlarla nə söhbət edeyim mən bunlarla? Məndən çox vətənpərvər xanım yoxdur. Mən dövlətimi, vətənimi sevən insanım. Əxlaqlı, ədəbli insanım mən. Yəqin söndürdü telefonu.
Neçə nömrəsi var, nə bilim. Neyse. Niye alırsan ha Şəbnəm? Bu Zavra telefonu niye alırsan? Niye alırsan he? Ne qrexin var bunların yanında? Tolik bir belə məsələdə neytral qaldı, bir tərəf qaldı deyə. Tolikə mənim sözüm yoxdur. Hətta hərdən zaman müəyyən şeylərdə fikir yürüdürük. Mənim məhkəmə məsələmdə dedi ki, çıxdı ki, Tolik mənim tərəfimdədir. Dedi. İndi onun dediyinə görə də burada deyirəm. İki sifətlilik eləmədi. Yəni elədisə də çıxsın qarşı tərəf desin ki, yox, mənə də belə dedi. Amma mənə dedi ki, mən sənin tərəfindəyəm Ayafət. Hətta bir iki məsələdə cəhd elədi, əvvəl-əvvəlki ki, barışdırsın. Dedim, heç istəmirəm. Buradan da deyirəm, məhkəməni geri götürən şərəfsizin dal ayağıdır. Sən məhkəməndən qorxuram. Nə dəs məhkəmə insan üçündür. Güya Zuzu sənə uduzdu, nə ağardın ki Zuzunu? Tutdular Zuzunu. Mən Rus vətəndaşıyam. Sən Rus vətəndaşına heç nə eləyənməzsən, bildin? Rus vətəndaşın bir səni tər qoruyur, haqqını müdafiə edir, mən düzəm. Nə sənin başına qaynaq demişəm, qaynaq deyə saçın. Burnun əməliyyat demişəm, əməliyyat deyə burnun. Bədəninə şey demişəm, bədənin əməliyyatdır da. Kimin başını yozursan sən? Kimsən sən? Hanı toy şəklin? Göstər görüm toy şəklini. Kimə ərə getmisən? Uşaqları kimdən doğmusan? Sual verirəm, cavab ver. Kimsiz siz? Kimsiz? Yani alırsınız o aranjman, birinə televizor göndərir, birinə telefon göndərir. Siz bu yollarla özünüzə proqramla 1000 dənə like, 1000 dənə komment yazdırırsınız. Mən hələ bir dənə fanatıma 50 manat da verməmişəm. Niyə? Mənim dializdə xəstə qohumum var. Hər həftə, hər aydan 500 manat, 300 manat, 1000 manat bacardığımla mən milyonçu deyiləm. Öz xəstə qohumuma kömək eləyirəm. Qıraqda da indi nə bilim gedirəm, hər gün toylarda ofisiantlara kasıb uşaqlardır. 20 manat ona, 30 manat ona, 50 manat ona, 20 manat ona, belə. Mən demirəm hamısına 100 manat var. 20 manatdan bir 2-3 nəfərə pul paylayırım, bu cür. Çünki mən əziyyətlə pul qazanıram. Ayağımın üstündəki mazollarıma mən dəyər verirəm ki, bu peşə xəstəliyidir. Mən o birisilər kimi dədə evində adı qız. Qardaşın sifətinə, sənin sifətinə tüpürmə qardaş. Bir demirsən, ay bacı, bu uşağı hardan aldın sən? Utanmırsan, nə? Qürurunu maşına satdın. Ay qardaşı. Əxlaqsız. Onları toy aparanlar əxlaqsızdır. Gəlib bəy o cür bic doğanları. Toy yoxdur. Çıxır efirdən, hürür. Afət. Toy yoxdur, afət də toylar təyyarələrdə qalmışam. Balalarımızın canından da olsun. Rusiyadakı Azərbaycanlılar başıma fırlanır. Deyir, diliyin ağrısını alım. Nə gözəl deyirsən. Keçən həftə gəlib Moskvada Gürcüstanın Kəpənəkçi kəndindəki qədəni aparıb atelə. Bir pingvinin, orada pingvini alladır burada. Get, ay pingvin, uşaqları DNK elət. Gör səndəndirmi? Mən sənə deyirəm bunu. Mənə sağ ol deyəsin. Pingvin, uşaqları